Hər kəsə salam. Tip Danışır podkast layihəmizə xoş gəlmisiniz. Layihəmizin ilk qonağı dəyərli 15 illik təcrübəyə malik olan həkim-psixiatr və Yenisən Premium Psixi Sağlamlıq Klinikasının rəhbəri Cəmilə İsmayılovadır. Xoş gəlmisiniz Cəmilə xanım. Dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun. Dəvətiniz üçün təşəkkür eləyirəm. Bu layihə çox maraqlı, uğurlu və insanlara həqiqətən faydalı olsun. Çox sağ olun. Cəmilə xanım, ilk öncə istəyirəm ki, belə bir sualla başlayım. Mən sizin profilinizdə çox maraqlı bir cümlə gördüm və diqqətimi çəkdi. Orada qeyd etmisiniz ki, mənə hətta ən ağır halları belə yönləndirirlər. 15 illik təcrübənizə əsasən sizə görə insanların gizlətdiyi o ən ağır hallar deyəndə nəyi nəzərdə tutursunuz? Ən ağır problem depressiya ya panik ataklar deyil. Ən ağır problem insanlar əziyyət çəkməyə o qədər öyrəşir ki, başqa cür yaşamağın mümkün olmadığına inanırlar. Bugün biz high functioning depression fenomeni çox görürük. Bu nə deməkdir? İnsan işləyir, gülür, sosialdır, story paylaşır, lakin daxildən həyatdan zövq ala bilmir. Heç nəyə marağı olmur. Və insan illərlə bu vəziyyətdə yaşayır və düşünür ki, bu belə də olmalıdır. Hamı belədir. Yox, hamı belə deyil. Sadəcə bir çox insan səssiz əziyyət çəkir. Bəlkə də bu öyrənilmiş çarəsizlik deyilən bir termin var. Ondan qaynaqlana bilər ki, ağrıya və əzaba öyrəşirlər. Simptomlar onlara normal gəlir deyə elə bilirlər ki, elə belə də olmalıymış. Onların normalı buymuş. Belə hiss etdikləri üçün ola bilər bu sizcə? Ola bilər, lakin bu norma deyil və biz onu norma kimi heç vaxt qəbul eləməməliyik. Harvard və Stanford kimi universitetlərdə aparılan araşdırmalar göstərir ki, xroniki stres beyin biokimyanı dəyişir və bizdə prefrontal korteks var. Onun funksiyasına belə təsir eləyir və biz qərar vermə, emosional tənzimləmə, motivasiya bizdə zəiflənir və bu həqiqətən biokimyəvi səviyyədə stres bizə təsir eləyir. Amigdala deyilən bizdə beynimizdə sahə var və bu amigdala hiperaktiv olanda biz daimi təhlükə rejimində yaşayırıq. Təsəvvür eləyirsiniz və insan fight-flight rejimindədir, daimi həyəcan, təşviş hiss edir. Bəli. Stres əslində bəzən bizə lazımdır ki, bəzi işlərimizdə daha məsuliyyətli olaq, hər şeyə daha dəqiq yanaşaq. Bu onsuz da hər kəsdə stres hormonu var, düzdür? Yəni siz qeyd edirsiniz ki, bunun artıq olması beyində fəsadlara yol aça bilər. Daim insan tetikləyicilərə qarşı stres yaradan şeylərlə çox məruz qalanda onun həyatında və səhhətində bəzi problemlərə gətirib çıxardır. Və o bunu normal zənn edir. Yəni əslində bu norma deyil. Əslində stres bizim müasir həyatımızın bir parçasıdır və stressdən biz azad ola bilmirik. Və bəzən yüngül bir stres bizə təkan verir. Biz necə ki təsəvvür eləyin ki, siz maşın sürürsüz və tam rahat vəziyyətdəsiz. Əgər sizdə kiçik səviyyədə həyəcan olmasa, siz qəza törəyə bilərsiniz. Əgər bu həyəcan çox yüksək olsa belə, siz yenə də qəza törədə bilərsiniz. Bu orta səviyyədə olmalıdır. Eləcə də stres. Bir də xroniki stres anlayışı var. Ən əsas odur ki, stresi idarə eləyə bilək, öyrənə bilək. Çox doğru qeyd elədiniz. Həqiqətən də insan mövcud bir vəziyyətdə məsələn, hansısa bir iş görürüksə, o artıq avtomatik hal alır deyə onu biz rahat şəkildə görə bilirik. Amma stres altında olanda avtomatik hərəkətdə pozuntular yaranır. Belə bir şey görmüşdüm mən də. Janglyor topları atanda bir izləyiciyə maraqlı gəlib, deyib ki, bu asan görünür də, bunu mən də eləyərəm və ondan alır, həmin topları başlayır o da atmağa. Amma gör ki, ata bilmir. Həmin janglyor ona deyir ki, sən topu nə vaxt buraxacağını bilmirsən, fokusun orada qalır. Ona görə də sən topları tuta bilmirsən. Yəni önəmli olan onu zamanında buraxmaqdır ki, biz o hərəkətləri davamlı eləyə bilək. Eynilə sizin dediyinizdə burada həqiqət var həqiqətən də. Bəs insan nə vaxt anlamalıdır ki,
o artıq dostu ilə məsləhətləşmək yerinə gedib bir mütəxəssisə müraciət etməlidir. Yəni hansı faktor onun həyatında artıq siqnaldır ki, həmin insan gedib psixiatra müraciət eləsin. Çünki insanlar psixoloqla psixiatrın fərqini başa düşmürlər. Ona görə burada problem yaşayırlar ki, mən kimə müraciət eləyim? Mən hansı simptomum var və kimə, hansı ekspertə müraciət eləməliyəm? Əgər problem ağırlaşırsa, artıq beyin biokimyəvi səviyyəsinə təsir edir və burada tibbi müdaxilə mütləqdir. Çox vaxt psixoloqlar özləri belə ağır pasientləri müşahidə eləyəndə, uzun müddətli terapiya təsir eləməyəndə həkimlərə, həkim psixiatrlara yönləndirirlər və burada həkim artıq dərman müalicəyə başlayır. Məsələn, hansı simptomlar artıq çox təhlükə yaradır və o birbaşa dərman müalicəsi almalıdır? Gəlin belə başa salım. Var depressiya. Depressiya ən yayılan psixi xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə hər 4-cü insanda depressiyaya rast gəlir. Lakin depressiyanın səviyyəsi var. Var yüngül, var orta, var ağır depressiya. Əgər depressiyanın simptomları yüngüldürsə, biz yalnız psixoterapiya ilə onu həll edə bilərik. Hətta psixoloqa getmədən biz düzgün sağlam həyat tərzinə başlayıb, idmana yazılıb, nə bilim, dostlarla xoş vaxt keçirib özümüzə kömək eləyə bilərik. Lakin depressiya orta və ya ağırdırsa, burada artıq mütəxəssislərin rolu vacibdir. Yəni burada dərman müalicəsi lazım ola bilər. Depressiyada serotonin, dopamin, noradrenalin kimi vacib neyrotransmitterlər rol oynayır və dərman bizim dərmanlar, antidepressantlar bu bioloji disbalansı tənzimləyir. Və insan artıq özünü daha xoşbəxt hiss eləməyə başlayır, həyata maraq qayıdır. Məsələn, elə simptomlar var ki, insan deyir ki, mən yuxusuz qalıram, yata bilmirəm, heç nədən zövq almıram, həyat mənə maraqsız gəlir. Hətta belə ifadə eləyirlər ki, həyatdan küsmüşəm. Və artıq biz burada başa düşürük ki, burada artıq yüngül depressiyadan söhbət getmir. Çox gözəl bir nüansa dəydiniz həqiqətən. İndiki dövrdə tükənmişlik sindromu deyilən bir termin var. Çox insan bundan əziyyət çəkir. Bəzən də çox yorulurlar, amma bunu elə bilirlər ki, bu sindromdur. Hər yorulan insan düşünür ki, mən artıq tükənmişlik sindromuna tutulmuşam. Bəziləri düşünür ki, 3 gün telefondan uzaq qalsam, özümə gələrəm, yenilənərəm. Bəziləri düşünür ki, artıq mən məzuniyyət götürməliyəm, hansısa bir təbiətə çıxmalıyam ki, bu yorğunluq çıxsın canımdan. Amma elə olmur. Yenə işə qaydanda, yenə həmin rutinə qaydanda, yenə o yorğunluq, səbəbi bilinməz tükənmişlik hisslərini yaşayırlar. Bir insan onu necə ayırd eləməlidir ki, bu insan yorulub yoxsa həqiqətən də tükənib? Siz çox vacib, aktual mövzuya toxunmusunuz. Çünki çox insan yorğunluğu burnoutla səhv salır. Lakin burada ciddi bir sərhəd var. Burnout sadəcə yorğunluq deyil. Bax, yorğun insan istirahətə gedəndən sonra, məzuniyyətə çıxandan sonra qaydanda artıq enerjili, yüksək əhval-ruhiyyə ilə qayıdır. Lakin burnoutdan əziyyət çəkən insanlar 3 gün işdə özünü daha xoşbəxt hiss eləyə bilirlər, lakin sonra yenidən həmin əvvəlki hala qayıdırlar. Çünki burada artıq dəyər sistemi dəyişir. Əgər iş yerində ədalətsizlik varsa, dəyərləndirmə zəifdir, əgər həddindən artıq yükləmə varsa, motivasiyanın azalması varsa, artıq insan işdən belə, lap sevdiyi işdən belə zövq ala bilmir. Mən həmişə deyirəm ki, burnout əslində deməli WHO, Ümumdünya Səhiyyə Təşkilatının təsviri ilə bu xroniki iş stresi nəticəsində yaranan bir sindromdur. Lakin bu indiki müasir təsnifatda bu yalnız işə aid deyil. Evdar xanım burnout simptomlarını yaşaya bilər. Çünki bu vacib deyil ki, bu sən ofisdə çalışırsan, yoxsa evdə çalışırsan. Bəli, çox vaxt yoldaşları da deyirlər ki, sən nə iş görürsən bütün günü evdə, amma həqiqətən də xanımlar da
Ümumiyyətlə evdar xanım olmaq elə bir peşədir ki, heç vaxt istirahəti olmur. Həmişə daim nələrsə eləyir. Uşağa bax, evi yığışdır və s. Elə bilirlər ki, evdar xanım heç bir iş görmür. Əslində düz vurğuladınız. Onlar da tükənmişlik sendromuna tutula bilirlər mövcud həyat standartlarına görə. Mənə görə ən ağır iş elə evdar xanımlar görür. Bəli. Bəzən burnout nədən yararlanır? Müasir dövrdə insanlar o qədər özünü digərləri ilə müqayisə eləyir. O qədər özlərindən yüksək performansı gözləyirlər ki, və bu artıq böyük bir təzyiq olur. Böyük bir yük onlara gəlir ki, mən daimi yüksəklərdə olmalıyam, mən bunu çatdırmalıyam, bunu eləməliyəm və özünü hamı ilə müqayisə eləyir. Və bəzən elə 3 gün sosial mediadan uzaqlaşmaq belə kömək eləyə bilər. Özlərini natamam hiss edirlər, yəni bu proseslərdə. Yəni deyirsiniz ki, əgər onlar sosial mediadan uzaqlaşsalar, yəni rəqiblərini analiz eləməsələr, əslində bu toksit rəqabətdir, mən deyərdim. Çünki insan özünün başlanğıcı ilə başqalarının nəticəsini müqayisə edir və depressiyaya düşür ki, mən niyə onun yerində deyiləm? Axı sən onun keçdiyi o situasiyanı, o yolu hələ yeni başlayırsan. Yəni bu məntiq xətasına yol açmaq deməkdir. Düz vurğuladınız. Və mən hesab edirəm ki, insan ancaq əvvəlki özü ilə özünü müqayisə eləyə bilər. Bəli, çox haqlısınız. Bir də evdar xanımlardan söz düşmüşkən, belə bir şey istəyirəm sizə deyim. Əslində bu da aktual bir mövzudur. Bəzi insanlar var ki, münasibətlərində toksit və zəhərli bir münasibət yaşayırlar, amma ayrılmaq istəmirlər. Yəni başqaları da onları qınayır ki, özü istəsə ayrılar da, özü istəmir ayrılmaq. Bu cür insanların, məsələn, istəyir sevgilisi olsun, istəyir həyat yoldaşı olsun. Yəni bilir ki, bu insan onun ya narsistdir, onun həyatına mənfi təsir göstərir, onu hansısa psixoloji problemlərinə səbəb olacaq davranışlar edir. Amma buna baxmayaraq o onun nə vaxtsa düzələcəyinə inanır, ya nəsə düşünür, bilmirəm və bu münasibəti davam etdirir. Baxmayaraq ki, övladına da ziyanı var, özünə də ziyanı var. Sizcə onların beynində hansı proseslər gedir ki, onlar toksit və zərərli vərdişləri olan münasibətləri həyatlarında saxlamağa meylli olurlar? Mən həkim kimi deyə bilərəm ki, toksik münasibətlər beynində asıllıq mexanizmi yaradır. Baxın, bir gün sevgi, bir gün soyuqluq. Bir gün yaxınlıq, bir gün rədd etmə və beyin onu bilirsiniz necə qəbul eləyir? Təhlükə və mükafat. Və burada dopamin çox yüksək səviyyəyə qalxır və kortizol belə artıq insan bunu təhlükə kimi yox, beyin mükafat kimi gözləyir. Və xalq arasında belə bir sindrom var, Stockholm sindromu. Bu nə deməkdir? İnsan ona ağrı verən insana bağlayır və asılı olur. Və ən maraqlısı bilirsiniz nədir? Belə insanlarda, toksik münasibətlərdə olan insanlarda adi sağlam sevgi darıxdırıcı gəlir. Çünki o hissləri artıq yaşamır. Bu məqamda çox doğru vurğuladınız həqiqətən. Mənim bir rəfiqəm var. O mənə deyir ki, mən belə romantik, hər şey yolunda olan münasibətləri görəndə ətim tökülür. Sosial mediada qabağıma elə sevgilər çıxanda mənə xoş təsir bağışlamır. Sevgi dediyin davadalaşlı, münaqişəli olmalıdır. Bu gün savaşmasan, sabah o dalaşandan sonraki barışmaq daha ləzzət alırsan belə şeylərdən. Yəni elə bil ki, insanlar özləri də istəyir ki, o xaotik bir ortam yaransın və sonraki onun mükafatını dopamin kimi alsın. Amma fakt budur ki, soruşsan öz həyatına narazıdır. Deyəcək ki, məni başa düşmür, mənlə həmişə dalaşır, aqressivdir. Amma görsən ki, əslində beyin olaraq özləri bunu istəyirlər ki, belə bir həyat yaşasınlar. Çünki beyin onu drama və stressə öyrəşir və artıq adi münasibətlərdən istədiyi zövq ala bilmir. Və burada artıq beyin funksiyası pozulur və çox kənardan insan düşünə bilər ki, bəs nəyə görə ayrılmır, nəyə görə? Burada artıq beyin asıllı qalır.
kənardan baxıb deyə bilərlər ki, insan ayrıla bilər. Amma psixologiya və neyrobiologiya bu qədər sadə deyil. Bəs siz həmin insanlara nə tövsiyə edərsiniz bu barədə? Yəni bundan əziyyət çəkən insanlar sizcə onlara nəsə demək? Məsələn, mən özüm bu vəziyyəti görəndə istəyirəm ki, yaxınlarıma kömək edeyim. Düzdür, qıraqdan baxanda tövsiyə vermək asan gəlir, amma situasiyada görürsən ki, yenə həmin adam öz bildiyini eləyir də, yəni sənə hə deyir, yola verir və sonra yenə öz həyat rutininə qayıdanda görürsən ki, yəni eyni vəziyyətdə və yenə eyni şikayətləri eləyir. Bəs biz bu zaman onlara ilkin olaraq necə yardım edə bilərik? Yəni ayrıl, boşan da demək olmur. Başqa necə bu vəziyyətdən başlanğıc olaraq çıxa bilərlər? İlk öncə deyərdim ki, əgər insan özü nəyisə dəyişmək istəyirsə, yalnız insanın öz istəyi ilə bu baş verə bilər. Kənar müdaxilə lazım deyil və bəzən sizə görünən toksik münasibətlər ona sevgi və xoşbəxtlik hiss verir və bu insan doğrudan da onu istəyir və belə xoşbəxtdir. Necə ki, mənə görə uşağın olması bu qadın üçün ana olmaq ən böyük bir sevincdir, ən böyük bir qürurdur, ən böyük bir xoşbəxtlikdir. Amma bəzi insanlar üçün, bəzi xanımlar üçün onlar child free və belə xoşbəxtdirlər. Mən onları anlaya bilməyəcəm, onlar məni anlaya bilməyəcək. Eləcə də toksik münasibətdə olan insanları biz hərdən başa düşmürük, amma dediyim kimi burada beyin fərqli cür işləyir. Burada təhlükə mükafat sistemi başqa cür çalışır. Yəni təhlükədə olanda daha sonra onun mükafatını gözləyirlər və belə-belə həyat rutini davam eləyir və asılı hala qalırlar həmin münasibətdən. Biz tez-tez uğursuz intihar cəhdləri haqqında eşidirik. Yəni insanlar gizli depressiya yaşayır, amma bunun məsələn valideyn də övladların bilmir ki, depressiya yaşayır çox vaxt. Yəni biz özümüz də yeniyetmə olmuşuq da, otağa qapanmışıq, ailəmiz bizi başa düşmədiyi günlər olub, hətta onlarla bölüşmədiyimiz şeylər belə olub, həyatımızda yaşamışıq. Bəs valideynlər uşaqlarının həyatının risk altında olduğunu, yəni depressiya keçirdiyini və intihara meylli olduğunu hansı simptomlarla bilə bilərlər və ona qarşı bir önləm ala bilərlər? Təəssüflər olsun ki, indiki zamanədə valideynlər çox az uşaqlarla vaxt keçirir və çox şey görməyə bilərlər. Mən adi bir misal çəkim. Məndə bir çox vəzifəli şəxsin bir uşağı müraciət eləmişdi. Uşaq deyir ki, mən anama hətta vida məktubu belə yazmışdım və onu şkafa qoymuşdum. Anası da deyir ki, mən deyəndə ki, siz bax belə şeylər artıq o siqnal verir, siz artıq övladınız bu yardım istəyir sizdən. O deyir ki, mən onun otağına icazəsiz girə bilməyəcəm. Mən onun paltarların içinə baxıb orada nəsə axtarmaq mənim üçün düzgün deyil. Bizdə başqa bir mühit var evdə. Deyirəm ki, nədir? Amma halbuki uşaq anadan bu diqqətini istəyir. O yardım istəyir. Təhlükə siqnalını görmür valideyn, amma etik qaydalara uyğun hərəkət etməyə çalışır. Bəli, bəzi valideynlər deyir ki, mən ömründə o uşağımın telefona baxmayacağam, onun mesajlarını oxumayacağam. Halbuki orada o qədər indi təhlükə ola bilər. Pedofiliyadan tutmuş və dəhşətli şeylər. Hərdən valideynlər uşağa pul verib soruşmurlar. Hara onu hərcləyirsən, neyniyəcəksən? Uşaq da gedir, deyir mən dostlarımla oturub onların şotunu bağlamışam. Halbuki bu uşaq mütəxəssisə deyir ki, mən tək gedib içki içirəm. Heç mənim dostum da belə yoxdur, valideynlərin xəbəri yoxdur o haqqında. Ya da ki, maddi asılılıqdan əziyyət çəkirlər. Mənim anam psixoloq səhifələri görəndə ya da ki videoları görəndə çox qıcıqlanır və başlayır deyinməyə ki, psixoloqlar indiki cəmiyyəti pozub, uşaqların psixologiyasını pozub, uşaq valideynə cavab qaytarır. Bizim dövrümüzdə belə şeylər yox idi. Biz valideynimizə səsimizi yüksəltməyə hünərimiz çatmazdı, amma indikilər belə-belə hərəkətlər edirlər və valideynlər də uşaqlara qarşı.
Yəni mən görürəm ki, biz 90-cı illərin insanları həm valideynlərimizə qarşı yaxşı olmağa çalışırıq, həm də uşaqlarımıza qarşı yaxşı olmağa çalışırıq. Arada qalmış bir nəsilik sanki. Həm 80-lər, həm 90-lar deyərdim mən. Bəs bizim kimi olanlar bu balansı necə tuttursun ki, yəni həm valideynlərinə yaxşı övlad olsun, həm övladına yaxşı valideyn olsun. Yəni bu arada çox uçurum var. Bəli, əslində bu çox bir maraqlı, aktual bir mövzudur. Ümumiyyətlə hansısa dövrləri müqayisə etmək düz deyil. Çünki əvvəllər telefon olmayıb, əvvəllər belə deyək, sosial şəbəkələr olmayıb, maarifləndirmə o qədər olmayıb. İndi hər şey açıq müzakirə olunur. İndiki uşaqlar, yeniyetmələr bizdən daha məlumatlı olurlar. Hətta bəzən mənim yeniyetmə oğlum elə ideyaları, elə fikirləri söyləyir ki, mən məətər qalıram ki, bu mənim ağlıma çatmayan bir şeydir, amma o artıq onu bilir. Ona görə də əlbəttə ki, hər zamanənin öz qaydaları var, mədəniyyəti var, sistemi var, ailə sistemi. Amma zamanla bu dəyişilir və biz bu dəyişikliklərə uyğunlaşmalıyıq. Başqa çarəmiz yoxdur. Bəs valideynlərə nə tövsiyə edərdiniz ki, övladları ilə aralarındakı sağlam bağı, yəni məsələn 3 əsas nüans desəz, bu nə olardı ki, onlar övladlarla sağlam münasibət qursunlar, sonradan belə problemlərlə üzləşməsinlər, həm gizli depressiya olsun, intihara meyillilik olsun. Yəni nələr etməlidirlər övladlarını qorumaq üçün? İlk öncə övladınızla yaxın səmimi söhbət aparmaq vacibdir. Həmişə deyirəm, heç olmasa gün ərzində yarım saat, 20 dəqiqə vaxt tapıb bir masada oturub çay içə söhbət eləməlisiniz. Adi sən günün necə keçib, yaxşı cavabla kifayətlənməyin. Yola vermə olmaz. Daha dərin mənalı söhbətlər aparın. Sonra mütləq uşaqlarımızla xoş vaxt keçirtmək lazımdır. Həmişə ananı, nə bilim, bizi yedizdirən ya da ki, bizi tərbiyə verən görməməlidirlər. Əlbəttə ki, onlarla lazım olanda xoş vaxt keçirtmək, bir yerdə hansısa oyunları oynamaq, bir yerdə kitab oxumaq, bir yerdə səyahət eləmək, təbiətdə vaxt keçirtmək. Cəmilə xanım, siz özünüz klinika rəhbərisiniz və eyni zamanda da anasınız. Biz bilirik ki, qadın həm ailəsi övlad olanda, həm də iş yükü, bu ikisi bir qadın üçün çox böyük məsuliyyətdir. Və siz tükənməmək üçün, yorulmamaq üçün bu iki stressi, yəni mövcud həyat elədir ki, stresli bir həyatımız var da, mən özüm də elə. Bu balansı necə tutuzdura bilirsiniz həyatınızda? Səmimi desəm, uğurlu qadın olmaq, uğurlu kişidən olmaq daha çətindir. Və xüsusən bizim cəmiyyətimizdə. Çünki cəmiyyət qadından çox şey gözləyir. Sən uğurlu olmalısan, yaxşı ana olmalısan, uşaqlara tərbiyə verməlisən, eyni zamanda gözəl və baxımlı olmalısan, eyni zamanda nə bilim mükəmməl ev işlərini də görməlisən və üstəlik də yorğun olmamalısan. Elədir. Nəsə olanda da deyirlər ki, görsən anası tərbiyə düzgün eləməyib. Ana, hər şey ana, qadın, bunları ön plana çıxardır. Mən belə deyərdim ki, qadının üstünə daha çox yük düşür. Uğurlu qadın olmaq və bu bütün öhdəliklərini yerinə yetirmək bizə daha çətindir. Özüm haqqında deyə bilərəm ki, mənə nə kömək eləyir. Əlbəttə ki, mən istirahətə getmək, səyahətlərə getmək, dostlarımla vaxt keçirtmək, ailəmlə səyahət eləmək, xoş vaxt keçirtmək, kitab oxumaq, kinoya baxmaq, musiqiyə qulaq asmaq, yeni bir nəyisə öyrənmək ümumiyyətlə zövq verir. Buna görə də bu yaxınlarda Çin dilinə başlamışam. Oğlumu da Çin dilini öyrənir. Mən də dedim ki, mən də 1-2 dərs oturum. Bu beynimizi daha yaxşı funksional işləməsi üçün bu çox vacibdir. Ya da elə mənim pasientlərim var, deyir ki, mən
həmişə düşünürdüm ki, gitara çalmaqdan zövq alacağam və heç vaxt gec deyil, düzdür. Həkim deyirəm əlbəttə və gedirlər gitara çalmağı öyrənirlər. Bu da beyin üçün o qədər faydalıdır. Ümumiyyətlə nəsə bax hər gün eyni yolla gedəndə beyinə yorucu gəlir. Amma bir gün işdən evə fərqli yolla getsəz, siz beyin sağlamlığına daha yaxşı qayğı göstərəcəksiniz. Mən özümdə indi siz danışa-danışa öz həyatım gəldi gözümün qabağından keçdi. Məndə də fikir verirəm ki, çox vaxt depressiya düşəndə ya da ki, həyatımda nəsə yolunda getməyəndə yeni təlim alıram. Yəni bunu özümdə hiss eləmişəm. Yəni aldığım təlimlər, yeni bir kurs, yeni bir network, yeni bir əlaqə, yeni insanlar o köhnə və toksit insanları həyatımdan çıxartmağıma səbəb olub. Və beynim artıq yeni bir levela, sanki yeni bir reallığa keçid etdiyinə görə mən daha tez şəfalanmışam. Tamamilə doğru. Mən 100% sizin sözlərinizlə razıyam. Bəli, çünki hər kəsin həyatında həqiqətən çətin dönəmlər olur. Yəni hər birimiz yaşamışıq bunu. Heç kimin həyatı ideal deyildi, enişli, yoxuşludur. Mövcud olan həmin situasiyalarda nə qərar verdiyimiz və necə addım atmağımızdır. Uğurlu insanların da elə uğurlu olmasının səbəbi odur ki, başqalarının sevmədiyi şeyləri, xoşlamadığı şeyləri rahatçılıqla eləyirlər. Yəni özlərini məcbur edirlər ki, bunu mən eləməliyəm, bu etapdır, bu yoldur. Və mən bu yaxınlarda çox maraqlı bir söz oxumuşam. Deməli orada yazılıb ki, uğurlu insanın, uğursuz insanın arasındakı fərq cəhdlərin sayındadır. Uğurlu insan dəfələrlə cəhd eləyir, dayanmır, davam eləyir. Bir də mən əminəm ki, hər uğurun arxasında böyük bir zəhmət dayanır. Çox adam düşünür ki, bu sanki göydən ona düşüb, lakin bu elə deyil. Cəmilə xanım, bəzi insanlar psixiatra getməyə qorxurlar. Ümumiyyətlə insanlarımızda psixiatra getmə vərdişi sanki yoxdur. Səbəbi isə bəzi miflərdir ki, onlar düşünürlər ki, biz indi psixiatrın yanına getsək, bizə deyəcək ki, sən psixi xəstəsən və müəyyən dərmanlar verəcək və həmin dərmanlar da onlara beynin keyləşdirəcək ya da tənbəlləşdirəcək ya da ki, fərqli neqativ hallarla qarşılaşacaqlarını düşünürlər və ona görə də psixiatra getmək istəmirlər ya da antidepressiyanlar qəbul etmək istəmirlər. Siz bir mütəxəssis kimi bu mifi necə əsaslandıra bilərsiniz ki, antidepressanların əslində insanlara bir ziyanı yoxdur? Antidepressant haqqında saatlarla danışa bilərəm. Bu mənim yaralı mövzumdur. Çünki doğrudan da pasiyent həkimə müraciət eləyəndə və həkim görür ki, burada antidepressantın faydası çox olacaq, amma pasiyent müqavimət göstərir, deyir ki, yox, mənim qonşum dedi ki, olmaz ya da ki, nə bilim, ChatGPT dedi olmaz. Yox, ChatGPT kısaca ChatGPT demir olmaz. ChatGPT əgər soruşsaz o deyəcək ki, əgər sənə lazımdırsa, lazımdır. Hərdən doğrudan da ChatGPT insanlardan daha yaxşı cavablar verir. Ən yanlış mif ki, antidepressantlar asılılıq yaradır. Bu tamamilə yanlış fikirdir. Antidepressantlar narkotiklər deyil, onlar asılılıq yaratmır. Mən heç yerdə onu açıqlamamışam. Mən özüm 3-cü uşaqdan sonra depressiyaya düşmüşdüm və özümə antidepressant təyin etmişdim və onun faydasını belə görmüşəm. Və ətrafımda inanırsınız, sizin ətrafınızda, mənim ətrafımda o qədər insanlar var ki, dərman üçün, lakin onu açıq şəklində deməyi utanır. Halbuki indi zamanədir, sağlam adam tapmaq çox çətindir. Kimsə böyrəkdə müalicə alır, kimsə ürək müalicəsi alır, kimsə mədə müalicəsi alır və mən həmişə pasiyentlərimə deyirəm, yaxşı, səndə şəkərli diabet aşkar olunsa, endokrinoloq sənə misal üçün insulin iynəsini yazsa və desə ki, mütləq eləməlisən, sən yenə də müqavimət göstərəcəksən ki, yox, mən pəxris saxlayım, dərman içməyim. Eləcə də burada bu depressiya beyin xəstəliyidir. Burada artıq neyrobiyokimyəvi səviyyədə transmitterlərin balansın pozulması baş verir və biz onu tənzimləmək üçün dərman təyin etməliyik. Adi bir misal çəkim, məndə bir pasiyent var idi, xanım. Və belə pasiyentlər çox müraciət edir.
hər şeyim var. Yoldaşım, işim, uşaqlarım, maddi imkanım, hər şey yüksək səviyyədədir. Kənardan mənə baxan deyər ki, onda hər şey var. İstənilən şey özünə ala bilər, istənilən yerə səyahət eləyə bilər, istənilən yeməyini yeyə bilər. Lakin dahildən o xoşbəxt deyil və doğrudan da ağır depressiyadan əziyyət çəkir və bütün simptomlar, meyarlar, kriteriyalar ona uyğun idi müayinə zamanı və soruşur ki, bəs nəyə görə mən beləyəm? Çünki utanıram, kənardan da baxırlar, səndə hər şey var, amma sən xoşbəxt deyilsən. Deməli sən naşükür adamsan. Halbuki depressiya xəstəlikdir. Mən həmişə başa salıram ki, bizdə 3 dənə əsas amil var. Hər bir psixi pozuntunun əsasında bioloji, sosial və psixoloji faktorlar durur. Və səndə sosial və psixoloji faktorlarda problem olmasa belə, bioloji faktorlar burada böyük bir rol oynayır. Beyin funksiyası pozulursa, biz onu dərmanla bərpa eləməliyik. Nə olsun səndə hər şey həyatında mükəmməldir. Amma beyin funksiyası hal-hazırda pozulub. Belə bir söz var, enerji yoluxucudur. Siz hər gün klinikanızda fərqli qaranlıq hekayələr, insanların problemlərin, ağrı acılarını, problemlərini dinləyirsiniz. Bəs bu sizin enerjinizə, ruh halınıza təsir eləmirmi? Öz mental sağlığınızı necə qoruyursunuz? Yəni belə bir söz var, psixoloqun da psixoloqa ehtiyacı var. Yəni siz düşünürsünüzmü, sizin də psixoloqa ehtiyacınız var? Əslində bizdə bunun üçün də superviziya yaradılıb ki, nə vaxt ki biz özümüzdə burnout hiss eləyəndə ya çox yük özümüzə götürəndə biz də mütəxəssislərə müraciət eləyirik. Mən anlayıram ki, hamını xilas eləmək olmaz. Və təbii ki, hər bir hekayə mənim həyatımda da iz qoyur və hər bir pasiyentimdən çox şey özüm də öyrənirəm. Və xoşbəxt adamam ki, sevdiyim işlə məşğul oluram. Çünki insan yanıma gələndə və onun həyatı müsbət dəyişəndə bu mənim üçün ən böyük bir xoşbəxtlik hissi olur. Mənə görə əgər pasiyentin həyatını yaxşılığa doğru dəyişə bildimsə, bu mənim üçün ən böyük bir uğurdur. Bəs sizdə həyat hekayəsindən çox təsirləndiyiniz, ağır simptomlarla gələn və onu şəfalandırdığınız, sağaltdığınız hansı hekayə yadınızdadır? Onu bizlə bölüşə bilərsiniz? Bir misal çəkim. Bu yaxınlarda yanıma bir pasiyent xanım müraciət eləmişdi və konsultasiyadan sonra mənə elə bir söz dedi ki, doğrudan da çox təsir altında oldu. Dedi ki, bundan əvvəl bir çox həkimin yanında olmuşam, amma sizin qədər inan məndə yaranmamışdır. Onların sözlərinə sanki inanmırdı. Amma mənim məqsədim bu sağalmağa inamını qaytarmaq idi və onu bacardım. Mən fəxr eləyirəm ki, Yenisən komandada yalnız peşəkarlar çalışır və doğrudan da hər gün onlarla insanlara həyatda özünü daha xoşbəxt hiss eləməyə kömək eləyirik. Həqiqətən də yeni bir sən yaradırsınız hər bir insan içində. Çünki düz vurğuladınız, insan özü bir şeyə inanmırsa, başqalarını da inandıra bilməz və özü də dəyişə bilməz. Əslində şəfa bizim öz içimizdədir də. Bunu insanlara çox yaxşı aşılaya bilirsiniz. Ona görə də onlar daha tez sağalırlar. Yəni bu mütəxəssisin ən önəmli silahlarından biridir. Siz çox düzgün vurğuladınız. Mən yanıma rezidentlər ya psixoloqlar gələndə və biz təlimləri təşkil eləyəndə əsas mesajım o olur ki, pasiyentdə mütləq inam hissi yaratmaq lazımdır. Əgər o mütəxəssisə inanırsa, bu müalicənin 70% uğurudur. Son zamanlar belə bir trend var. Anda qalmaq. Anda qalın. Andan həzz alın. Bəli, andan həzz alın.
İndi müasir dövrdə hər şey sürətlənir. Biraz məsələn mən ana olandan sonra bir müddət hər şeydən kənarlaşdım. 1 il ərzində nə qədər geri düşdüyümün fərqinə vardım da. Yəni belə bir sürətli bir cəmiyyət, hər şeyin sürətlə, hətta süni intellektlərdə çıxdı ki, biz daha sürətli işi təhvil verək, daha sürətli görək. Belə sürətli bir həyat tərzində biz necə anda qala bilərik? Həyat sürətli axıntıda bəzən xoşbəxt anları yaşaya bilmirik. O anı yaşaya bilmirik və ona görə də mən 3 il bundan əvvəl andan həzzal hashtagi Instagramda yaratmışdım və bir çox adamlar mənə yaxınlaşıb dedilər ki, sən artıq andan həzzal hashtagla bizdə assosiasiya olursan. Çünki mənə görə enjoy the moment ingilis dilində belə bir ifadəsi var. Düşündüm ki, nəyə görə bizdə belə bir şey olmasın? Doğrudan insanlara yada salmaq lazımdır ki, dayan, özünə stop ver, anı yaşa. Sən fərqi yoxdur nə edirsən. Pasiyentlərə çox vaxt deyirəm ki, yaxşı sən duş qəbul eləyəndə onu robot kimi eləyirsən, yoxsa sən o şampunu iynəyib, o köpüklə oynayıb, sonra öz bədəninin qulluq eləyirsən və ondan zövq ala bilirsənmi? O anı yaşır. Çox 99% insanlar deyir ki, yox, həkim girirəm, tez bazar, problemlərini düşünürlər, borc, kredit və s. Bəli. Amma biz andan həzz almağa öyrənməliyik. Yəni mövcud situasiyalarda heç olmasa bir yarım saat, 10 dəqiqə dayanıb, ruhumuzu yavaşladıb anda qalmalıyıq. Bəli. Bunun üçün müxtəlif texnikalar var. Məsələn, meditasiya. Doğrudan da YouTube-da o qədər maraqlı audiolar var. Bizi onu öyrədə biləcək bir şeylər. Sonra mindfulness texnikalar var. O da çox dəbdədir. Adi belə sən yeriyəndə belə sən öz ayaqlarını, öz torpağını hiss eləməlisən, havanın temperaturunu, ətrafdakı olan ağacların rəngini, bu yaşıl çalların rəngini, fərqini hiss eləməlisən. Bəs son olaraq sizi dinləyən insanlara nə tövsiyə eləyərdiniz həyatdan zövq alması üçün, anda qalmaq üçün? Nə edə bilərlər? Psixoterapiyaya müraciət edən pasiyentlərimin ilk dərsində onlara tapşırıq verirəm. Maraqlı bir tapşırıqdır. Deyirəm ki, ən azı 50 ədəd sənə zövq verən məşğuliyyəti yaz. Burada hər şey ola bilər. Ətir vurmaq, belə, musiqiyə qulaq asmaq, qoy olsun bu 1 saniyə, nə bilim, apelsini yemək, şəkil çəkmək və onun 50 ədədini azı yazmalıdır. Hətta deyirəm ki, əvvəllər heç vaxt sınamadığın, amma düşünürsən ki, sənə zövq verə biləcək məşğuliyyəti də əlavə et və bu siyahı hazır olandan sonra mən onlara növbəti tapşırıq verirəm ki, gün ərzində özünə vaxt ayır, heç olmasa yarım saat və bu siyahıdan bir heç olmasa məşğuliyyəti tap və ondan həzz almağa başla. Və bu doğrudan da sadə bir tapşırıq olsa, insanın həyat keyfiyyətini dəyişir. Cəmilə xanım, çox sağ olun. Dəvətimizi qəbul etdiniz, gəldiniz. Çox maraqlı və xoş bir söhbət oldu. İzləyicilərimiz də düşünürəm ki, sizdən çox şey öyrəndilər. Sağ olun dəvətiniz üçün. Bütün izləyicilərimizə möhkəm can sağlığı və möhkəm psixi sağlamlığı arzu edirəm. Tibb Danışır podkast layihəmizin ilk buraxılışını izlədiniz. Növbəti sağlam podkastlarımızda görüşənə qədər.